Salam əziz tələbələr. Bugün sizinlə 13 aprel tarixində keçirilmiş ümumi sınav imtahanının suallarını baxacağıq. Başlayaq ilk sualdan. Burada bizə nə deyir? PowerPoint 2019 proqramında hansı lent tabından bir fraqment əks olunmuşdur? Qeyd baxaq PowerPoint-ə. Deməli, bizdə soruşur Monitors lent qrupunu. Monitors lent qrupuna da baxsaq, deməli, bu slideshow lent tabından olacaq. Burada use present review, yəni istifadəçi nümayişçi görünüşü və hətta monitorların tənzimlənməsi ilə bağlı müəyyən seçimlər var. Bu sualda doğru cavabımız oldu slideshow. Diqqətdə saxlayırıq. Keçək ikinci suala. Raster qrafik faylının çevrilməsində yalnız rəng palitrası dəyişdirilib. Yəni ki, təsvirin eni və uzunu dəyişdirilməyib. Bu zaman nə baş verir bizə bildirir. Bu zaman isə həcm 1.5 dəfə azalıb və 64 rəng çaları təsvir alınıb. Hadi məsələn ki, 64 rəng çaları 2 üstü 6 deməkdir. Yəni hər piksel 6 bit yer tutacaq və en uzunda AB olaraq qalacaq. Bu 1.5 dəfə azalmış halıdırsa, bundan əvvəlki halı 9AB-dir. Yəni en uzun dəyişmir, bit isə 6-dan 9-a qalxır. Və AB bilir ki, en uzun. Qarşıdakı 9 bir pikselin tutduğu biti göstərir bizə. Və burada məsələ ondan ibarətdir ki, rəng çağıran ümumi sayını istədiyi üçün bu 9-u qoyacağım 2-nin üzərinə. Bu deyəcək 512 rəng çaları. Yəni doğru variant olacaq C variantı. Devam edək növbəti sualla. Slide obyektinə verilmiş animasiya effektinə xüsusi başlama şərtinin təyin edilməsi üçün hansı əmrdən istifadə olunur? Demək, bu sualın cavabı triggerdir. Trigger, yəni tutaq ki, biz mətni yerləşdiririk. Bu mətnin üzərində vuranda və şəkil yerləşdiririk. Mətnin üzərinə vuranda avtomatik şəkil ekrana çıxır. Və hətta əks proses baş verə bilər. Biz şəklə vuranda ekrana müəyyən mətnlər və s. gələ bilər. Burada tərcüməsində də gördüyünüz kimi tətikləyici yazıb. Sanki müəyyən bir işi yerinə yetirəndə o digər işin yerinə yetirməsi üçün bir zəmin yaradır. Doğru variant olar A variantı. 25-ci sual. Servis proqramlarının funksiyalarına aşağıdakılardan hansı aid deyil? Demək, burada verilənlərin mühafizəsi var. Hansı ki, antiviruslar bura aiddir. İstifadəçinin interfeysinin təkmilləşdirilməsi var. Üçüncü yazır, istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması. Avtomatlaşdırma işlərini biz deyə bilmərik servis proqramlarına. Bunu ya biz proqramlaşma ilə edə bilərik, ya hər hansı bir case texnologiya ola bilər və yaxud da digər hər hansı bir məsələ, məsələn, task schedule proqramı var. Bununla da əlaqələndirə bilərik. Amma servis proqramlarının bunu eləməsi doğru sayılmaz. Davam edək. Yəni, əsas vəzifələr arasında bu yoxdur. Viruslarla mübarizə var, hansı ki, mühafizə hissəsində eynidir. Xarici yaddaşla əməli yaddaş arasında informasiya mübadiləsinin sürətlənməsi, bu da var həmçinin. Davam edək 26-cı sualın müqayisə əməliyyatlarına aid olanı müəyyən edin. Burada belə bir qeyd saxlamışam. Müqayisə əməliyyatlarına aid. Verilənlər üzərində əməliyyatlar var. Burada hesab əməliyyatları gördüyümüz kimi. Sonra müqayisə əməliyyatları gəlir. Müqayisə əməliyyatlarında görürsünüz. Kiçik, kiçik bərabər, böyük, böyük bərabər, bərabərdir, fərqlidir, between, and, or, if, not kimi əməliyyatlar var. Buradan söhbət gedir. Bizim testimizdə olan, bizdə isə between idi doğru cavab. Vektor təsvirlərlə bağlı qeyd edilmiş fikirlərdən yanlış olanı müəyyən edin. Bu sualda bizə deyir ki, realizm ənəlləri özünü doğrultmur. Bu demək var idi belə təklif. Yüksək hesab keyfiyyətinə malikdir, düzdür. Raster təsviri nisbətən daha çox yer tutur. Bu yanlış təklifdir. Çünki raster təsvirlərdə sizin uzun bir xəttiniz varsa, bu xəttin hər bir nöqtəsi həcm tutur. Beləliklə də həcm böyük olur. Amma vektor təsvirlərdə, yəni ilk və son nöqtəyə əsasən həcm verilir. Yəni həcm adətən çox kiçik olur. Asanlıqla raster təsviri ixrac etmək olur. Maksimal dəqiqliyə nail olmaq mümkündür. Yəni doğru cavab olacaq C variantı. 28-dən əldir. Mak ünvanla bağlı qeyd edilmiş fikirlərdən doğru olanı istəyir bizdən. Hər bir ədəd 255-i aşmamalıdır, doğrudur. Hansı ki, biz mak adresi Y48-dən 01 formasına təsvir edirik və yaxud da 12 ədəd 16-lıq sayı sisteminin simvol formatında.
Və biz 6 dənə 2-2 yerləşdirilmiş simvolların ən kiçiyi 0-0-dır, ən böyüksə FF-dir. Yəni bu dəyərəsində 255-də. Yəni onluq say sistemində yazılanda 255 aşmamalıdır, doğru təklifdir. Oktet adlanan 4 ədəddən ibarətdir. Bu yalandır. Əslində MAC adreslər 16-lıq ifadələrlə verilir və buna da hexadet deyirlər, oktet yox. MAC ünvanları yaddaşda 48 bit yer tutur. Bu doğru cavabdır. Dedik ki, ya ikilik say sisteminin 48 simvolundan təşkil olunur, yəni 48 bitdir, ya da 16-lıq say sisteminin 12 simvolundan təşkil olunur. Yəni bu da 48 bitdir. Bu ünvanların verilməsi ICANN təşkilatından həyata keçirilir səhvdir. MAC ünvanlar sağdan sola oxunur. Bu barədə də hər hansı bir təklif deyilmir. Hansı ki, IP-lər soldan sağa, DNS-lər isə sağdan sola oxunur. Verilənlərin hansında uyğunluq göstərilməmişdir? Com gözlənilməmişdir daha doğrusu. Com, mouse və modemi qoşmaq üçün bu doğrudur. Növbəti PS2 mouse klaviaturanı qoşur, bu da doğrudur. PS2 mouse klaviaturanı qoşur, bu səhvdir. Yəni C-dir bizim cavabımız. LPT printer skanerdir, doğrudur. USB-nin də hər şey, həmçinin mouse-u da qoşmaq olar. 30-cu suala baxsaq, bu ifadənin yerinə yetirməsi nəticəsində Y 40 qiymətini alıb. Yəni ən sonda Y alıb 40 qiymətini. Mən də yazaram Y, üstə gəlsin 3x bərabərdir 40-a. Bunu yazdıq. Bunu yazandan sonra növbəti adımımız nədən ibarətdir? Gəlir ikinci ifadəyə. Burada x-in qiymətini mənə verib 60 çıxılsın 2y formasında. Yazım y, üstə gəlsin. 3 vur 60 çıx 2y. 3-ü 60-a vuranda 180. 3-ü də 2-yə vuranda 6y. Bərabərdir 40-a. Buradan nə aldıq? Demək, y-dən 6y çıxsa mənfi 5y eləyəcək. Və 180 ifadənin sağ tərəfinə atacaq. 40 çıx 180 eləyəcək mənfi 140. Hər tərəfdən minusları götürsək, mənfi 1-ə vursaq, 5y 40 eləyir, y deyəcək 28. Və gedib birinci ifadə yerinə qoysaq, buradan alınır 28 bərabərdir. X üstə gəlsin 25. X deyəcək 3. Doğru cavab B variantı. Davam edək 31-ci sualla. 31-ci sualla davam edək. Lent interfeysinin Page Layout tabının köməyi ilə yerinə yetirilən əməliyyatı müəyyən edin. Excel-dən söhbət gedir. Deməli, ilk olaraq bizə deyir ki, iş vərəqində eyni olan sətirlərin silinməsi. Bu təbii ki, yoxdur. Eyni olan sətirləri silmək Data Lent tabında Remove Duplicate-dir. Yəni, bu Page Layout-da yox idi. Sonra, növbəti isə bizə iş kitabının gizlədilməsi. İş vərəqinin gizlədilməsi desə, Home-dadır. Formatının, demək, hide sheet hissəsində, düzdürmü? Burada hide sheet. Amma iş kitabının ümumiyyətlə gizlədilməsi deyirsə, burada bizdə nə demişdi? İş kitabının. Kitab deyirsə, bu view-dadır. View-da fikir verirsiniz, hide əmrinə vursaq, hide the current window seçim var. Yəni, bununla iş kitabını dəyişə bilərik. Yəni, bu təklifdə bizim üçün doğru olmadı. Yəni 1 və 2 səhvdir. Buradan əslində bəlkə cavabı görə bilərik. Hələ görmürəm amma 2 variantımız qaldı. İşçi sahənin çap miqyasının tənzimlənməsi. Page layout-da baxaq görək varmı? Gəlik. Çap miqyasını tənzimləmək üçün burada print area seçimi var. Burada müəyyən hissəni seçib, yəni təyin edə bilərsiniz. Çap ancaq diapazon təyin edə bilərsiniz və yaxud da çap miqyasını həmçinin buradan siz gəlib deməli təyin edə bilirsiniz. Bu hissə scale to fit hissələrinin miqyas məsələlərini həll edə bilərsiniz. Demək 3 doğrudur. 3-dən sonra bizə nə deyir? İş vərəqinin fonuna təsvirən əlavə olunması. Bu da var. İş vərəqinin fonuna təsvirə qoyulması isə background əmrinə vuraraq arxa fona müəyyən təsvirə yerləşdirə bilərsiniz. Demək 4-də doğrudur. Sonra baxırıq 5-ə. Demək, iş vərəqinin birinci səhifəsinin sərlövhəsinin müxtəlif olması. Birinci sərlövhənin fərqli olması üçün biz gəldik Page Setup hissəsinə. Buradan Header Footer hissəsinə gəlib Different First Page verə bilərik. Və ya Different Odd Even Page. Yəni, buradan fərqləndirmə şansımız var. 3, 4, 5.
İş fərqini seçilmiş sütun səthlərinin qruplaşdırılması. Qrup əmri yerləşir data etabında. Dedik data etabına burada qrup əmri var. Buradan qruplaşdıra bilərik. Yəni bu sualda doğru cavabımız oldu. Demək, Y variantı. Devam edelim. Excel 2019 proqramı doğru vərəq adını müəyyən edin. Gedək Excel-ə. Baxın, vərəqlərə qoyulan limitlər bundan ibarətdir. Vərəqlərdə bu işarələr olmaz. 2 nöqtə, yəni sola sağa slash, sual ulduz, kvadrat mötərizələr həmçinin. Vərəq adı boş ola bilməz. 31 simvoldan çox ola bilməz. Baxaq indi biz sualımıza. Çünki burada qadağan olmuş simvollar var. B-də, C-də, D-də və Y-də. Və bu işarələri diqqətə saxlamalıyıq. Doğru cavab olacaq A variantı. Sənəddə ekranda tor xətlərinin görünüb-görünməməsi üçün görünüb-görünməməsini hansı etabından həyata keçirmək olar? Bunun üçün də biz nə edirik? Gəlirik isə həmin sənədimizə. Demək, səhifənin tor xətlərini göstərmək üçün view-dan istifadə edə bilərik. View grid lines. Baxaq görək, varmı view tab burada? Gördüyünüz kimi yoxdur. İkinci variant necə ola bilər? Layout tabına gələrsiniz. Layout tabının içərisində align və bunun içərisində view grid lines var. Yəni layoutdan da bu əmri həyata keçirə bilərsiniz. Doğru cavab burada oldu C variantı. Davam edək növbəti sualla. 34. Hər hansı bir kataloqda dokument TXT faylı saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra faylın tam adı belə olub. Demək, alt kataloqa daşıyanda belə olubsa, demək, alt kataloqa daşınmamışdan əvvəl Nərimanov sözü burada yox imiş. Aydın oldu. Demək, alt kataloqa daşınmamışdan əvvəl bu Bakı qovluğunun içərisindəymiş. Və bizə nə deyir? Yer dəyişməyə qədər faylın yerləşdiyi qovluğun tam adı. Yer dəyişməyə qədər fayl yerləşib Bakı qovluğunda. Və bu Bakı qovluğunun tam adı da S şəhər Bakı olacaq. Doğru variant olacaq A variantı. Davam edək 35-ci sualla. ASCII əlifbasında kodlaşdırılmış mətn 64 simvol əlifba ilə kodlaşdırıldıqda informasiyanın həcmi 15 bayt azalıb. Demək, ASCII-də bir simvol 8 bitdir. 64 simvol əlifbada 6 bitdir. Demək, 6 bitlə kodlaşdırılan zaman həcm 15 bayt azalıb. Bunun 2 bit azalması 15 bayt buna təsir edib. Yəni, belə deyək də, 2 bitlərlə götürəndə 15 baytlıq bir həcm alınırsa, mən nə edirəm? Bunun ASCII-dəki həcmini taparam. Yəni, 2 bitdə 15 bayt təsir edirsə, 8 bitlə nə qədər olar? Bunu axtarıram. X də bərabərdir. 8 vurulsun 15 bölünsün 2. Bu ifadəni həll etsək, burada olacaq 60. Doğru variant oldu A variantı. Davam edək növbəti sualına. Baxırıq 36-cı suala. Sahələrə şəkillər, sənədlər, cədvəllər, diaqramlar kimi faylların əlavə edilməsi üçün verilənlərin hansı tipinə istifadə olunur? Burada əslində iki variant qarşılıq yarada bilər. Bir OLED-dir, bir də attachment tipləridir. Hansı ki, OLED tipində sahəyə bir əlavə edirik, amma onu sanki bir link kimi əlavə edirik. Yəni, bazada birbaşa yerləşmir. Üzərinə 2 dəfə vurub adi fayllar və s. kimi açmaq olur. Amma attachment tipində əlavə olunan ifadələr, fayllar və s. birbaşa bazanın özündə yerləşir. Yəni, burada da verilən demək faylların əlavə edilməsidirsə, attachment götürməyimiz daha doğru olar. A variantı olacaq cavabımız. Word mətn prosesorunda Open dialoq pəncərəsinin açılması klaviaturanın hansı düyməsini basmaqla təmin edilir? Normalda Ctrl-O ilə həyata keçirilir, amma burada Ctrl-F12 demək sağolda var. Elektron hökumət portalının digər yollara baxsa F4. Ayrılıqda F4-ün bir funksiyası olmur. Ctrl-F4 bağlamaq üçündür. Ctrl-S save əmridir. F12 save as əmridir. 38-ci sualda elektron hökumət portalının fəaliyyət prinsiplərinə aid olanları müəyyən edin. Və burada belə bir slayd var. Bura baxaq. Mövcud portalın fəaliyyəti aşağıdakı prinsiplər üzrə həyata keçirilir. Burada nələr var? Modulluq və miqyaslılıq, sərbəstlik, sistemlilik, təhlükəsizlik, istifadə asanlığı, səmərəlilik və şəffaflıq.
Bu prinsipləri diqqətdə saxlamaq lazımdır. Biz də sualımıza baxsaq, görəcəyik ki, burada şəffaflıq, səmərəlilik və sistemlilik var idi. Amma digər xassələr, adekvatlıq, əyanilik, tamlıq və s. bu, internet mövzusunda digər hissələrdə olan xüsusiyyətlərdir. Yəni, yox idi o. Doğru cavab oldu 38-də Y variantı. 39. Start menünün sağ panelində olan proqramlar hansı görünüş formasında görmək mümkün deyil? Gəldik bura. Start menüsünün üzərində belə bir alətlər var. İşte hər hansı birinin üzərinə vururuq. Və burada resize seçimi var. Görürsünüz, small, medium, wide, large. 4 dənə görünüş rejimi verilir bizə. İndi baxırıq, small, medium, wide, large. Bunlar var. Amma list rejimi yoxdur. List File Explorer pəncərəsində olan bir rejimdir. Doğru variant B variantı. Qrafik obyektlərin gizlədilməsi üçün Home tabının hansı lent qrupundan istifadə etmək lazımdır? Gedək Word-ə. Demək, Word-la bağlı bir sualdır. Baxırıq Word-ə. Hər hansı qrafik obyektimiz olsun. Gəldik bura. Hər hansı bir təsvir ola bilər. Məsəl üçün, shapes götürürəm burada. Bir dənə fiqur ola verirəm. Olsun belə bir fiqur. Bu qrafik obyekti gizlətmək üçün biz nə edirik? Gəlirik Home Lent tabına. Burada var Editing Lent qrupu və bunun içərisindən Selection Pane deyərək bu obyektin gizlədilməsini və ya görünməsini təmin edə bilərik. Burada cavabımız gördüyünüz kimi oldu Editing Lent qrupu. Hansı kompüterin əsl xarakteristikalarına aiddir? Gəl baxaq görək hansı aiddir. Burada demək, texniki təminat mövzusunun sonunda belə bir xarakteristikalar var idi bizdə. Və görürsünüz, kompüterin əsas xarakteristikaları işləmə sürəti, məhsuldarlıq, yaddaş tonu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlığı. Yəni, bura baxırıq və yaxud da mövzunun sonunda əlavə olaraq bununla bağlı cədvəllər verilmişdi. Görürsünüz, burada da həmin xassələr bir daha verilir. Yəni, buradan da gördüyümüz kimi doğru cavab olacaq C variantı. Məsələn, təzadlıq dərəcəsidir, seyrəklik qabiliyyətidir, bunlar monitorat xüsusiyyətlərdir. Digər xüsusiyyətlərə baxsaq, məsəl üçün, mərtəbəlilik anlayışı. Mərtəbəlilik anlayışını baxırıq hansında verilib. Mərtəbəlilik. Bu da, demək, prosesora aid bir xarakteristikadır. Digər xarakteristika isə əməliyyat prinsipi verilib. Əməliyyat prinsipi də gördüyünüz kimi printerin xarakteristikalarında verilir. Davam edək növbəti 42-ci sualına. File Explorer proqramının pəncərəsində Options əmrinin icrası ilə açılan Folder Options dialoq pəncərəsi hansı pəncərə əlavələrindən ibarətdir? Yəni, biraz xırdalığa gedən sualdır. Biz burada gəlib nə edə bilərik? Daxil olur bu qovluğa. Demək, bizdə nə deyir? Options'dan açsan. Options'ı biz bir neçə yerdən aça bilərik. Məsələn, burada daxil oluruq. Burada gəlib Change Folder and Search Option deyər, bunu aça bilirəm. Yəni, General, View və Search hissələrindən ibarətdir. General var, View var, Search var. Olacaq 1, 4, 6. Davam edək 43-cü sualla. Kompüterin sistem blokunun tərkibinə daxil olanları müəyyən edin. Sistem blokunun tərkibində demək, sistem platası var. Yəni, anakart, ana lövhə və s. deyə bilərik. Sonra plotter təbii ki, yoxdur. Plotter, printer, bunlar böyük qurğulardır. İçəridə olmaz. TV tuner də yoxdur. Televiziya siqnallarını kompüterə ötürən bir qurğudur bu. Mikroprosessor var. CD-ROM var. Düzdür, bir çox sonraki kompüterlərdə bu yoxdur artıq, amma ümumi halda yeri sistem blokunun daxilidir. Trackball isə yoxdur. Bu mouse'un xüsusi bir növüdür, dizaynerlər və s. tərəfindən istifadə olunan. Doğru cavab 1, 4, 5. Cədvəldə verilənlərə görə D4 xanasının qiymətini tapın deyir bizə. Yazır average A1, C4. Demək, A1, C4 xanasında baxırıq, A1 burada başlayır, C4 də bitir və bu hissədə. Burada nə qədər ədəd var, bunları götürəcəyik. Gördüyünüz kimi 8, 7, 6, 2, 5, 9. Baxaq. Deməli, baxaq görək burada necə olacaq. 8, 7, 15.
Burada 6, 21. 21'in üstə gələcək. 26, 9, 35, 36. Burada 2 nöqtəni, 2 və nöqtəni saymayacaq. Çünki bu artıq yəni arxasına nəsə olduğu üçün ədəd hesab olunmur. Yəni 8, 7, 15, 6, 21, 26, da 9, 35 elədi. Və bir dənə tur olduğu üçün 35 plus 1 ədəd 36. Nəyə baxırıq? 1, 2, 3, bunu saymadıq. 4, 5, bir dənə də bu 6. 6, 36-nı böləcək 6-ya, doğru cavab olacaq 6. Aydın oldu. Yəni demişdik, diapazonda ancaq ədədlər sayılır. Ədəddən başqa heç bir şey sayılmır. Belə bir cavabımız alındı. 45-ci sual. Yenə cədvəllə bağlı bir sualdır. Hansı ki, bu tipli suallar çox verilir. Deməli, nə deyir bizdə? 5 sətir 4 sütundan ibarət olan cədvəl verilir. 5 dənə sətir, 4 dənə sütun. Çəkək cədvəlimizi. 5 dənə sətir var. Yazdıq. 1, 2, 3. Bir dənə də belə çəkək. 5 sətir var. 4 dənə də sütundan ibarət cədvəl verib. İkinci sətir imtahan xanı sayısından sonra merge cell verilib. Və daha sonra dördüncü sətir. 1, 2, 3, 4 dənə belə. Buranı da birləşdirək. Baxın, əvvəlcə bizə dedik ki, ikinci sətrin bütün xanaları, ikinci sətrin bütün xana sayısından sonra merge cell. Merge cell bunu birləşdirməkdə oldu bu formada. Sonra deyik ki, daha sonra dördüncü sətr seçilmiş və aşağıdakı əmr icra olunmuşdur. Dördüncü sətr seçiləndə burada merge cells before split yazıldığı üçün əvvəlcə xanaları birləşdirəcək. Oldu bu formada. Xanalar birləşdi. Sonra isə bunu 8 sütun bir sətrə böləcək. 8 sütun bir sətrə bölmək də o demək ki, belə görsənir. Aydın oldu, bax, bu formada görsənir. Və bu əməliyyatdan sonra cədvəldə neçə xana olar? Görürük ki, 4-ü buradadır, 1-i buradadır, 4-ü burada, 8-i burada, 4-ü də buradadır. Cavab elədi 21. Buna diqqət yetiririk. Davam edək növbəti 46-cı sualla. 46-da isə Ethernet, FTDI və ArcNet. Bunların topologiyanın uyğunluğunu tapırıq. Demək, Ethernet topologiyasında şindən istifadə olunur. Hansı ki, bunu ən uzun ad, ən qısa topologiyaya uyğun deyə yadda saxlaya bilərsiniz. İkinci sual FTDI. Burada Fiber Distributed Data Interface deyə bir açılışı da var həmçinin. Halqavari topologiyada istifadə olunur. ArcNet-də isə ulduzdan istifadə olunur. Deməli, bu formada bir sualdır. Sınav səviyyəsi də gördüyünüz kimi biraz orta səviyyəlidir. Çox asan və ya çox çətin də sayılmaz. Bu qədər. Yəni, əgər sınaqlarda hər hansı suallarınız olarsa, videonun altında qeyd edə bilərsiniz və yaxud da şəxsidən də mənimlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.